Fazil müəllim, necəsiz Fazil müəllim? Salam Vüsal bəy, xoş Necəsən? gəlmişsən, səfa gətirmişsən. Məsələ belədir ki, bu günləri məsələ yetişib, mən bu mənzili istəyirəm satam Bəli, bəli. və bununla əlaqədar mən sənin köməyinə mənim Ehtiyacı duyur. ehtiyacım Təşəkkür var. edirəm Fazil müəllim. Təşəkkür edirəm. Maşallah patologlar nə hündürdür burada. Keçək müəllim. Bu dəhlizdən girəndə deməli bizdə burada sanitar qovşağıdır. Buradır. Bəli. Oturmaq üçün ayrıca bir belə deyək də kuxna studiya. Hamamdır Bəli. və bir də tualetdir, ikinci tualet də burada. Burada böyük otaqdır, zaldır. Ha, bu qonaq otağıdır, böyük otaqdır. Deməli, onun bu otağın öz balkonu var. Bəli. Buradan Gözəl. Əla. Bu mənzilin neçə balkonu var? 5 balkonu var. 5 balkonu var. 5 balkon. Gözəl. 5 balkonu. Her bir otağın öz balkonu var. Ha. Burada da bir dəhlizdir. Bir Burada da bir ayrıca otaqdır. Buranın tavanı çox hündürdür. ha, bu 1.6 metr olar. hamısı 6 metre. 6 metr. Bakalım burada 6 metre. Bir Böyle. otaqdır. Bu da onun balkonudur. Bu musikali tiyatrodur. Biz binaya giriş kapısıyla tiyatronun giriş kapısı Üzbəüz yerləşir. burada çok güzel panorama var. Bəli, bəli, bəli. Fazil müəllim, bu evi, bu mənzili daha dəyərli eləyən amillərdən danışın. Bu binanın coğrafi yerleşmesi elə deyil, bizim binanın dənizə qədər bulvara Məsafə. 350-400 metrədir.
Bəli. Uşaqları kukla tiyatrına getmək üçün evdən kukla tiyatrına kimi 600 metrədir. Teatra getməyə 10 metrə. Burada hər gün bir teatrda. Hər gün bunlar çox gözəl müqavilələr bağlayırlar. Şəhərlərin zatları ilə, artistləri ilə. Hamısı qrafikdə yazılıb, filan vaxt bülbül çıxış eləyəcək. Filan vaxtda yazılıb, qrafikdə göstərilir. Bəli. Bank 8 metrədir. Zeynal Abidin Tağıyevin evi indi tarixi muzeyə çevrildi. O da ailə üzvləri üçün çox önəmli bir muzeydir, ora getmək lazımdır. Ondan sonra bir dənə marketi, ondan sonra ikinci market, yan-bayan, bütün bu bina zatların hamısının mərkəzində yerləşir. Yoldaşım, dedim gəl bağ gəldir sizə, gedəyim bağa. Dedi ki, düzəldir, bağı, gedin. Amma mən getməyəcəm. Niyə? Çünki mənim bağım buradır. Bəli.